yolda hız zaman qrafikləri şəkildəki kimi olan x və y aracıları doğuya getməkdədir. Baxın, doğu-batı söhbətin x, y oxu kimi qəbul edək də. Baxın, x oxunu doğu qəbul edək. Batı da doğunun əksidir də. Elə bil şərq-qərbdir. Doğu şərqdir, müsbət qəbul edir, batı qərbdir. Onu da x oxunun əksi qəbul edir. Baxaq. Deyir, birinci aralıqda y aracı x-i batı yöndə yavaşlayır görür. Görəni çıxırıq. Yəni vx çıxılsın vy bərabərdir. Birinci aralıqda baxın x, y budur, x budur. Y-in sürəti x-dən böyük olduğuna görə x daha kiçikdir də. Ona görə baxın bu fərq sıfırdan kiçik olacaq. Sıfırdan kiçik olduğuna görə batı istiqamətində, yəni x oxunun əksi istiqamətində görəcək. Yavaşlayıb sürətləndiyində baxın bu qrafiklərdən görürük. Qrafiklər getdikcə sıxlaşırsa, deməli yavaşlayır görür. Bir düzgün ifadədir. T anında bunu silim. Baxaq. T anında x aracı y durur görür. Baxın, t zamanında ikisinin də sürəti bərabər olur. Onda vy çıx vx eyni olduğuna görə sıfıra bərabər olur. Ona görə də bəli, fərq sıfıra bərabər olduğuna görə durur görür. 2 düzdür. Üçüncü aralığa baxaq. Üçüncü aralığımız, yox, ikinci aralığımız daha doğrusu. İkinci aralıq budur. X aracı y batı yönündə hızlanır görür. Yəni vy çıx vx görəni çıxırıq. Bərabərdir. Baxaq, ikinci aralıqda x-in sürəti y-dən böyük olduğuna görə, vy daha kiçik olduğuna görə bu fərq mənə yenə mənfini verəcək, sıfırdan kiçik. Bu da o deməkdir ki, cisim neyir? Batı yönündə hərəkət edir. Hızlanıb sürətlənməyində baxırıq qrafiklərin sıxlaşmanı. Görürsünüz, qrafiklər getdikcə arası məsafə artır da sıxlaşmır, dayda artır. Ona görə də hızlanır. 3 düzdür. Dördüncüyə baxaq. Üçüncü aralıqda, üçüncü y aracı x-i doğu yönündə sabit hızla hərəkət edən görür. Vx çıx vy. Baxaq. X-in sürəti y-dən böyükdür. Ona görə bu bərabərlik sıfırdan böyük verəcək. Və ikisi də bərabər sürətlə hərəkət etdiyinə görə sabit hızla hərəkət edən görəcək. Baxın, qrafiklər arasında məsafə dəyişmir. Dəyişmədiyinə görə sabit hızla hərəkət edir görəcək. Məndən soruşur ki, doğru yanlış. 4'ü də doğru olduğuna görə Y variantı düzgün olacaq.